Değerli şagirdlər, 4-cü sinif Diyanətin kitabından çalışma onun izahına baxırıq. Mövzu 52. Şagirdlərimizin istəyinə görə ədəd ortadan bir neçə sualların izahına baxacağıq. Birinci deyir ki, 3 ədəddən ibarət məlumat bazasında həm ədəd orta, həm də median 26-dır. Deməli, 1, 2, 3 dənə bizim ədədimiz var. Ədəd ortamız da 26-dır. Median da ortadakı ədəd sayılır. Median da 26-dır. O zaman bu ədədlərin cəmi bərabərdir 26 vurulsun 3. O da bərabərdir 26-nı 3-ə vururam 78. Deməli, bizim bu 3 ədədimizin cəmi 78-ə bərabərdir. Ən kiçik ədəd 13 olarsa, ən böyük ədədi tapın. Yəni 13 üstə gəlinsin 26 üstə gəlinsin x bərabərdir 78-ə. 13 ilə 26-nı toplayıram 39 üstə gəl x bərabərdir 78-ə. X də bərabərdir 78 çıxılsın 39. O da bərabərdir 39. Deməli bizim ən böyük ədədimiz nə oldu? 39 oldu.